Salam dostlar, hər vaxtınız xeyirli olsun. Xoş gördük sizləri. Ümid edirik işləriniz qaydasındadır. Bugün son zamanlar dünya iqtisadiyyatında baş verən müəyyən gelişmələr barədə, hadisələr barədə məlumat vermək istəyirik. Son günlərdə əmtərlərin qiymətində gözlənilən bir artım baş verir. Qızılın qiyməti rekord həddə olan 4444 dollar yaxınlaşır. Aparılan araşdırmalar onu bildirir ki, əgər bu həddi keçərsə, növbəti həddi 4666 dollar olacaq və bu həddi keçdikdən sonra artıq 5000 dollar və üzərində hesablamalar aparılır. Bir neçə Dünya Bankı, HSBC, Citigroup, Bank of America kimi təşkilatlar qızılın qiyməti ilin sonuna qədər məhz bu 5000 dollar həddini keçəcəyini planlaşdırır. Və bu proqnozların da doğru çıxması hal-hazırda gedən proseslərdə öz əksini tapır. Digər bir tərəfdən isə kripto bazarlarda hələ ki müəyyən bir dəyişiklik yoxdur və kriptolar əsasən Amerikan birjaları ilə sinerjidə davam edirlər, sinxronizasiyada davam edirlər. Yəni biri qalxdığı halda digəri stabilləşir və yaxud da azalır. Hal-hazırda kripto bazarlarda qiymətlər nisbətən aşağı və ya stabil olaraq davam edir. Digər bir tərəfdən isə neftin qiyməti 82-85 dollar ətrafında civarında satış olur London birjasında Brent markalı neftin və bu neftin qiymətinin qalxmasının əsas səbəblərindən biri kimi isə məhz Körfəzdə baş verən münaqişədir. Çünki Körfəzdə baş verən məsələ bütün dünya neft bazarına təsir edir. Nəzərə alaq ki, Körfəzdə dünya neftinin və qazının 20% keçir və bu da ümumi olaraq dünya iqtisadiyyatına çox böyük təsir edir. Amerika tərəfi bildirir ki, biz İranla çox uğurlu danışıqlar aparırıq və bu danışıqların müsbət nəticəsi olacaq. İran isə bildirir ki, biz Amerika ilə heç bir danışıqlar aparmırıq. Danışıqlarımızı sadəcə Omanla aparırıq və bizim orada Omanla sadəcə bir məsələdə razı deyilik ki, gəmilərin girişində və çıxışında kimin nəzarət edəcək? Oman bildirir ki, girişə siz nəzarət edin, çıxışa biz. Amma İran tərəfi isə bildirir ki, xeyr, girişə nəzarət əsasən vacib məsələdir. Ona görə girişdə öz faizimizi alacaq. Bu təxmini 6%-dir və digər gəlirləri isə Omanla bölüşəcəyik. Əslində 6% çox da böyük bir rəqəm deyil dünya iqtisadiyyatı üçün. Nəzərə alsaq ki, Amazon şirkətinin gəliri illik 100 milyard dollardır və bu 6%-də təxmini 100-110 milyard dollar illik bir gəlirə indeksasiya olunur. Digər bir tərəfdən son günlər Yaponiyanın yeninin qiymətinin sürətli şəkildə aşağı düşməsi müşahidə olundu və bu aşağı düşmə fonunda Amerika və Yapon mərkəz bankları birləşərək yenə müdaxilə etdilər və onun devalvasiya olmasının qarşısı alındı. Çünki Amerikanın özünə də maraqlıdır ki, Yapon yeni aşağı düşməsin. Çünki Amerika iqtisadiyyatının əsasən də dövlət borclarının çox böyük hissəsi Yapon təhvillərindədir. Yəni Yaponlar ucuz yenindən, yəni Yapon Mərkəz Bankı nəzərə alaq ki, 0% ilə kredit verir və bu krediti götürən Yaponlar 4-5%lik Amerikan dövlət sənədləri, dövlət təhvilləri alırlar və bu da Amerikan dövlət təhvillərinin olan tələbatı artırır. Əgər yen aşağı düşərsə, Yapon Mərkəz Bankı faiz dərəcəsini qaldıracaq və nəticə itibarilə Amerikan dövlət təhvillərini alan sayı azalacaq. Amerika bu riski göz qabağına alaraq Yaponiya ilə birlikdə yeni gücləndirmək üçün tədbirlər planı hazırladı və həqiqətən də bu tədbirlər planı müsbət təsir etdi. Yen hal-hazırda stabil olaraq davam edir. Amerikanın ən böyük problemi isə ondan ibarətdir ki, hal-hazırda onun 40 trilyardlıq bir borcu var və bu borc da arta gedir. Borcun artmasının əsas səbəbi odur ki, faizlərin yuxarı olması və faiz ödəmələrinin müddətinin qısalmasından ibarətdir. Yaponiya ilə birlikdə etdiyi əməliyyatın da arxasında məhz bu borcun aşağı olması göstərilir. Belə dostlar, özünüzə yaxşı baxın. Sizə uğurlu, xeyirli bir həftə arzu edir. Görüşənədək.